Salam dəyərli izləyicilər, hovuz necə tikilir və bizim keçən videomuzda göstərdiyimiz hovuzun, fərqli dizaynda olan hovuzun beton mərhələsini yekunlaşdırmışıq. İndi sizə o görüntüləri təqdim edirik. Hovuz tikintisi zamanı diqqət etməli olduğumuz şey beton konstruksiyanın düzgün qoyulması, armaturun düzgün seçilməsi, beton markasının düzgün seçilməsidir. Biz 12-li zavod armaturu ilə və 400 marka betondan istifadə edirik. Gördüyünüz bu boru xətti isə dəvəboynu dediyimiz şəlalənin boru xəttidir. Dəvəboynunun boru xəttini çəkdiyimiz zaman diqqət etməli olduğumuz şey trap xəttinin ayrıca çəkilməyidir. Onun dövr etmə nasosuna birləşdirməyə ehtiyac yoxdur, çünki onun borusu da, onun motoru da ayrıca quraşdırılır. Əgər siz də bağınızda öz komfort zonanızı yaratmaq istəyirsinizsə, Hovuz Store komandasına müraciət edin. Əlaqə nömrəmiz 055 979 99 55. Görüşərik.